Xanım Fatimə bir gün belə baxdı, gördü Hüseyninin dodaqları quruyub, rəngi saralıb. Hüseyn, mən ölsənə qurban balaya, və niyə bu halə düşübsən, niyə dodaqların quruyub, rəngin saralıb? Dedin Ələcan, mən bir gün oruç tutmuşam. Axı Hüseyn can, sən uşaqsan. Hüseyn, sən hələ sinni təklifə çatmamışan. Hüseyn, bura Ərəbistandır, həva istidir, nənə sənə qurban ola bala. Gəsum eylələ dodaqların quruyub. Ana nə qədri dil töküb, orucu sındıra oğul. Hüseyin icazə istədi, bu əmri etməyə qəbul. Xəbər veriblə Heydərə, olubdu qüssədən məlul. O da dedi Vəli Hüseyin orucdan etmədi udul. Çəkibdi ahi həsrəti Hüseyinin ehtiramine. Hüseyin riyazət örgədib orucu tutan uşaqlara. Dedi su vurmaram baba bu xoş yolan dodaqlara. Peyğəmbər oldu ba xəbər, gözü dönüb bulaqlara. Əvvəl xanım dedi Fizzəcan, xəbər elə qoyam oğlum Əli gəlsin. Hüseyin Əlinin sözündən çıxmaz. Əli varid oldu, gördü Zəhra belə Hüseyini alıb qucağına. Amma Hüseynin rəngi saralıb, dodaqları quruyub. Fatimə canəm qızı, nə xəbər var? Niyə bəs Hüseynin bu haldadır? Yana yana dediyəm oğlu Hüseynim oruç tutub, amma həva istidir, nigaranəm balamdan. Əli aldı qucağına Hüseyin, quruyan dodaqları var qurban bala. Gəsum eylələnən nigarandır. Elə ədəblə əllərin qoydu sinəsinə, baba icazə verin mənə. Qoy gün baca, orucum itmam ola. Ah xanım taqət yətmədi, üzün dolandırdı Fizzə, tez babam Peyğəmbərə xəbər elə. Hüseyin Peyğəmbərin sözünü yerə salmaz. Xəbər elədilər Peyğəmbər varid oldu. Ay İmam Hüseynə deməli dərdi olan. Elə ki Peyğəmbər varid oldu, gördü Əli belə nigaran. Fatimə belə saralıb, Hüseyni alıb qucağına. Fatimə can nə olub, niyə Hüseynimin dodaqları quruyub? Ərz elədi babacan, Hüseynim oruç tutub, amma nigaranəm, qorxuram taqəti olmuya balamın həva istidir. Peyğəmbər aldı qucağına Hüseyin can, gəsum eylələ balaya. Peyğəmbər oldu ba xəbər, gözü dönüb bulaqlara. Dedi oğul susuzluğun